Başlayaq. Deməli müəllimlər, məntiqi riyazi təsəvvürlər məşğələsi deyəndə biz sadə riyazi təsəvvürlər məşğələsi, ümumiyyətlə bu gün riyaziyyat məşğələsi deyəndə bizim deməli gözümüzün qabağına nə gəlir? İlk öncə uşaqlarda miqdar təsəvvürləri formalaşdırmaq. Yəni biz indi məsələn say fəaliyyətinə qədər biz miqdar haqqında təsəvvürlər deyirik. Çünki ümumiyyətlə belə deyək də bu gün metodikanın qarşısında duran vəzifələr var ki, hansı ki biz hər bir yaş qrupunda uşaqlarda miqdar olsun, fəzada səmtləşmə, yəni fəza, məkan, zaman, ümumiyyətlə ölçü anlayışı, forma, ölçü, say fəaliyyəti, yəni müxtəlif cür riyazi təsəvvürlərin inkişaf səviyyəsinə qoyulmuş ümumiyyətlə proqram tələbləridir. Biz bu gün elmi əsaslarla əsaslandırırıq və bunu metodikada təbii ki, metodika vasitəsilə, çünki gələcək məktəb yaşı dövründə riyaziyyatı uşaqların mənimsəmələri üçün biz uşaqların bağçada, yəni məktəbə qədər müəssisədə belə deyək, onların riyazi bacarıqlarına məntiqi riyazi təfəkkür deyirəm. Görürsünüz, təfəkkür sözü ilk dəfə orta qrupdan etibarən məntiqi riyazi təfəkkür. Yəni bunların məktəbə qədər müəssisədə uşaqları gələcək dövr üçün hazırlamaq üçün bu gün bizim metodikamızın materialının məzmununu, yəni biz tanış olacağıq ki, hansı ki bu təmdə materialların təkmilləşdirilməsi, eyni zamanda uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması, məsəl üçün adi elementar, primitiv riyazi təsəvvürlər və yaxud gələcəkdə məktəbdə uyğun anlayışların formalaşması, yəni bu kimi biz varisliyi məktəbə qədər dövrdə, yəni biz reallaşdırırıq. Ona görə də biz həmçinin bunu ailələrlə əməkdaşlıqda da, yəni ailələrlə işin təşkilində də, çünki biz bunu məktəbə qədər müəssisədə uşağa nəyi necə mənimsədirsinizsə, bunu ailə ilə əməkdaşlıqda da, çünki ailədən, yəni valideyn də ev şəraitində uşaqla məşğul olması üçün bunu biz belə deyək də bu gün elmi metodik tövsiyələr əsasında, necə ki biz müəssisədə bunun əsasını qoyduğumuz kimi təlim-tərbiyə prosesində, məşğələ prosesində təbii ki ailələrlə də, eləcə də valideyn də ev şəraitində, yəni biz onları maarifləndirməliyik ki, bağça ilə ailənin əlbirliyi nəticəsində, əməkdaşlığı nəticəsində uşağın inkişafı, yəni əsas məsələ uşağın inkişafıdır. Bəli, yəni buna görə də bütün yaş dövrləri üzrə uşaqlarda riyazi təsəvvürlərin formalaşması, belə deyək də, yəni metodikanın mühüm vəzifəsi nədir? Bu gün uşaqlarda proqram tələb, yəni proqram nəyi tələb edir? Proqramın tələblərinə əsasən nəzərdə tutulmuş bu gün biliyi bacarığa çevirmək, hansı ki biz əsas və alt standart keçmişik. Əsas standartda bilik hissəsini verir, alt standartda nə edirik? Biliyi fəaliyyətə çeviririk, yəni. Çünki artıq biz onu praktik yönümlü, alt standart praktikdir. Bilik hissəsi əsas standart deməkdir. Bilik hissəsi əsas standart fəaliyyətdir. Üzr istəyirəm, informasiyadır, bilikdir, biliyi verir, amma onu fəaliyyətə çevirmək, onu artıq belə deyək də təcrübədə tədqiq etmək, tətbiq etmək, praktik yönümlü artıq onu həyata keçirib öyrətmək alt standartın əsas vəzifəsidir. Və buna görə də belə deyək də uşaqların bu gün baxın yaş dövrləri üzrə mən burada vermişəm körpələr qrupundan etibarən. Çünki körpələr qrupunda biz bilirik ki, birinci, ikinci körpələr qrupunda ilk öncə istəyirəm bir dənə standartlara nəzər salaq. Standartlar hissəsindən yəni verim. Standartlar bilirsiniz ki 2.3 bizim idraki inkişaf sahəmizin 3-cü əsas standartı da, yəni idraki inkişaf sahəsinin 3 əsas standartı var. 2.1 ətraf aləmlə tanışlıq, 2.2 nitqi dinliyi banlama, rabitəli danışıq, 2.3 sadə riyazi əməliyyatlardır. Yəni riyaziyyat 3-cü standartda yer alır və özünün də təbii ki 5 dənə alt standartı var ki, biz burada bir-birini, bax bunların hər birini analiz eləyəcəm sizlər üçün. Biz deməli körpələr qrupuna bir dənə nəzər salaq, 2-3-1 standartı. 2-3-1 standartında burada say fəaliyyəti, yəni say fəaliyyəti deyərkən
Biz say fəaliyyətinə qədər gələn dövrü mən ilk öncə burada qeyd edeyim ki, ədəddən əvvəlki dövrdür. Ədəddən əvvəlki dövr miqdar kateqoriyası gedir. Niyə ədəddən əvvəlki dövr deyirəm? Çünki burada say fəaliyyəti olmur, rəqəm fəaliyyəti olmur. Yəni belə deyək də, uşaqlarda çoxluqdur, yəni azdır, çoxdur, qədərdir. Əşyanın miqdarını biz uşaqlara mənimsədirik ki, miqdar kateqoriyası. Uşaq məsəl üçün konkret belə deyək də, əşyavi manipulyattiv dövrdə uşağın məşğul olduğu konkret əşyanın miqdarı, az-çox anlayışı. Ona görə də baxın burada da həmçinin az-çox anlayışına, yəni burada yaşlar üzrə Levşinanın metodu ilə gəlsə, burada ədəddən əvvəlki mərhələ deyirik. Ədəddən əvvəlki mərhələ də yəni bizdə say fəaliyyəti yoxdur. Uşağın çoxluqlarla tanış edilməsi dövrüdür. Və indi çoxluqlara birazdan gələcəm. Deməyim odur ki, deməli bu hissə say fəaliyyətinə qədər olan hissədir ki, biz artıq say fəaliyyətinə qədər uşaqlarda miqdar təsəvvürlərinin formalaşdırılması hissəsini yaş qrupları üzrə verəcəm. Amma gəlib bunu standartla verəndə isə, bir saniyə standartla verəndə, baxın, birinci, ikinci körpələr. Biz bilirik ki, birinci, ikinci körpələr qrupunda riyaziyyat məşğələsi keçirilir. Varisliyi nədir? Sensor metodika. Sensor metodika məşğələsi. Baxın, bir çox anlayışı. Bir, yəni təkdir, bir dənədir. 2 və ya daha artıq olan artıq çox anlayışdır. Əşyalar üzərində fərqləndirir birinci körpələr qrupunda. Deməli, ikinci körpələr qrupunda isə artıq az, çox, böyük, kiçik malik olduğunu nümayiş etdirir. İndi buradan belə bir sual əmələ gəlir ki, birinci körpələr qrupunda konkret miqdarda birdimi, təkdimi, çoxdurmu, 2, 3, 4 və s. daha çoxdurmu? Yaxşı, bunları uşaq fərqləndirirsə, bəs müəllimə, biz burada nə götürəcəyik? Biz burada təbii ki, əşyanın miqdarına baxacağıq ki, hansı halda azdır, hansı halda çoxdur. Bəs yaxşı, ikinci körpələr qrupunda böyük, kiçik məsələsinə gəlincə isə, bəzən burada müəllimlər qarışdırır ki, müəllimə, axı böyük olanda ölçüdə ola bilər. Məsəl üçün, tutalım ki, hündürdür, böyükdür və yaxud da kiçikdir, balacadır. Yəni həcmi baxımından, forma baxımından. Məsəl üçün 2 dənə aycığı yan-yana qoyursunuz. Biri belə deyək də hündür, böyük, həcmli bir aycıqdır. Digəri isə kiçik, daha balaca bir formada olan. Görürsünüz, burada forma anlayışı var. Böyük, kiçik. Bəs yaxşı, bu forma anlayışında olan böyük, kiçiyi biz necə miqdar təsəvvürü ilə, məsəl üçün böyükdür, kiçikdir. Biz bunu necə uyğunlaşdıra bilərik? Məsəl üçün deyirəm ki, uşaqlar, məsələn, uşaq axı bilmir burada, bu dövrdə uşaq 1-dir, 2-dir, 3-dür, 4-dür. Sayma fəaliyyətlərlə biz uşaqlarda formalaşdırmırıq. Çünki ikinci körpələr qrupundan söhbət gedir. Birinci, ikinci körpələrdə biz varislik sensor metodika olduğuna görə və ədəddən əvvəlki dövr olduğu üçün, görürsünüz, deyirəm, ədəddən əvvəl, hələ rəqəm yoxdur, hələ ədəd yoxdur, hələ say fəaliyyəti yoxdur, heç bir şey, nəinki hesablama falan. Ona görə də biz bu dövrü sırf miqdar təsəvvürləri götürürük ki, uşaqlarda bu kimi təsəvvürlər azdırmı, çoxdurmu, böyükdürmü, kiçikdirmi, bu kimi anlayışları, məsəl üçün, forma baxımına göstərirəm, böyükdür, kiçikdir. Deməli, daha sonra biz deməli artıq bu dövrdə miqdar haqqında təsəvvür formalaşdıranda bu birinci, ikinci körpələrdə. Bir də bir şey qeyd eləmək istəyirəm ki, niyə biz riyaziyyatı orta qrupdan etibarən qeyd edirik? Çünki burada artıq nə gəlir? Məntiqi riyazi. Yəni sadə riyazi təfəkkür, sadə, məntiqi, riyazi təfəkkür. Təfəkkür sözü bilirsiniz ki, biz psixi proseslərdə də keçəndə, ümumiyyətlə idrakda da mən idraki inkişaf sahəsini də keçəndə müəllimlərimə məlumat vermişəm ki, təfəkkürün ilk dəfə bünövrəsi orta qrupda qoyulur. Yəni 3-4 yaş qrupunda. Amma orta qrupa qədər birinci, ikinci körpələrdə biz nə götürürük? Duyğu və qavrama prosesi. Duyğu, qavrama prosesi müəllimlər. Çünki uşaqlar ilk dəfə biz sensor təcrübəni keçəndə, sensor tərbiyəni keçəndə nə demişdik ki, ilk dəfə uşaqlarda duyğular əsasında, uşağın hissi perseptual, hissi, perseptiv qabiliyyət
uşağın perseptiv sözünün elə mənası hissi deməkdir, hissi təcrübə deməkdir. Uşaq duyğular vasitəsilə ətrafa bələdləşir, duyğular vasitəsilə bir sensor təcrübəyə yiyələnir. Lamisi üzvləri vasitəsilə görsün, eşitsin, toxunsun. Yəni bunların hər birini duyğular vasitəsilə uşaq ətraf aləmə bələdləşir. Daha sonra artıq tərbiyə prosesi sensor təcrübədən tərbiyəyə keçəndə isə çünki sensor təcrübədə uşaq duyğular vasitəsilə bir təcrübə əldə eləyir. Ətraf aləmi artıq bir təcrübə qazanır. Yəni ətraf aləmdəki obyektlərlə bağlı, əşyalarla bağlı. Artıq ikinci körpələr qrupunda duyğulardan biz keçirik nəyə? Qavrama psixoprosesinə. Qavrama psixoprosesi deyirəmsə artıq təcrübədən keçirəm tərbiyəyə, sensor tərbiyədə. Çünki qavramada uşaq nə edir? Uşaq artıq burada rəngi, məsəl üçün almanın rəngi nədir? Tutalım qırmızı, tutalım yaşıl alma. Orada artıq uşaqda rəng etalonu, rəng anlayışını uşaq qavramağa başlayır. Çünki qavrama ilə təfəkkür arasında fərq nədir desək, qavrama uşaq ilk dəfə əlaməti görür, başa düşür ki, məsəl üçün limon sarıdır. Uşaq ilk dəfə onun sensor təcrübəni mənimsəyir, qavrayır, tanıyır artıq. Yavaş-yavaş artıq uşaq belə deyək də təfəkkürə doğru gedir. Amma təfəkkür qavramadan fərqli olaraq təfəkkür şüurlu mənimsəmə prosesidir. Çünki artıq belə deyək də təfəkkür formalaşanda 3-4 yaş dövründə artıq uşaqlarda konkret olaraq mənimsəmə baş verir ki, bu da ona görə biz məsəl üçün tənqidi təfəkkür deyirik, məntiqi təfəkkür deyirik. Tənqidi təfəkkürdə mən idraki inkişaf sahəsini keçəndə demişdim ki, tənqidi təfəkkürdə uşaq nə edir? Deməli, uşaq araşdırma, uşaq arama, araşdırma, tədqiqat belə deyək də aparır. Çünki niyə? Uşağın belə deyək də ətraf aləmi dərk etməsi, uşağın müqayisələr etməsi, analiz sintez aparması, tədqiqat aparması, araşdırması, aktiv mövqeyi, uşaq təsnifat aparır. Analiz sintez, oxşar və fərqli cəhətləri müqayisə etməsi. Məsəl üçün, burada fərqləndirmələr nədir? Daha sonra qruplaşdırır, təsnifat aparır. Yəni, əlamətlərinə görə, ölçüsünə görə, formasına görə, rənginə görə, xüsusiyyətlərinə görə əşyaları təsnifat aparmaq. Yəni, bunlar hamısı deməli, tənqidi təfəkkürün əsas açar sözləridir. Buna görə də deməli, biz deməli qavrama psixoprosesi, duyğu və qavramanın birinci, ikinci körpələr qrupunda sensor tərbiyə məşğələsində, amma orta qrupdan etibarən isə təfəkkür adı üstündə təfəkkürü riyaziyyat məşğələsində biz götürürük. Ümumiyyətlə, təfəkkürü biz deyəndə, məsəl üçün, bəzən testlərdə müəllimlər qarışdırır ki, müəllimə biz, məsəl üçün, qavrama ilə təfəkkürü necə ayırd edə bilərik? Uşaq ilk dəfə əşyanı tanıyırsa, daha çox hissi qavrayışda, yəni duyğularla, hissi perseptual qavrayış. Çünki uşaq ilk dəfə görürsə, eşidirsə, adi, məsəl üçün, quşun səsini alırsa, adi tutalım ki, ətraf aləmə çıxartmısınız, təbiətə çıxartmısınız, uşaq nəyisə bir şeyin səsini eşitməsi, ona toxunması, hiss etməsi, bunlar hamısı qavrama prosesidir. Çünki görürəm, tanıyıram. Toxunuram, tanıyıram. Hisslərlə onu tanıyırsa, hisslərlə bir təcrübə əldə eləyirsə, bu qavramadır. Amma təfəkkürdə artıq beyin fikirləşir, beyin düşünür. Düşünürəm və nəticə çıxarıram. Aydındırmı? Əvvəlcə mən qavramaq üçün o əşyanı tanımalıyam. Əşyanı tanıdımsa, onu hissi perseptual olaraq qavrayıram. Daha sonra qavradığımı isə artıq nə edirəm? Şuurlu şəkildə düşünməyə başlayıram və analiz sintez edirəm. Nə edirəm? Fərqləndirmək istəyirəm. Ümumiləşdirmələr aparmaq istəyirəm. Bu da olacaq təfəkkür prosesi. Hətta deyirəm ki, niyə belədir? Necədir? Məsələn, bir predmet haqqında onun necədir, xüsusiyyəti nədir, niyə belədir, nəticəsi nədir? Təhlili, analiz sintez, müqayisə, ümumiləşdirmə, bunlar hamısı açar sözlərdir. Təfəkkürün açar sözləridir. Daha sonra 2-3-1-də artıq biz körpələr qrupunda qeyd etdik. Körpələr qrupunun deməli biz ədəddən əvvəlki dövrə aid olduğunu və miqdar təsəvvürlərini biz konkret olaraq 1-ci, 2-ci körpələr dövründə qeyd etdik. Və ilk dəfə say fəaliyyətini biz orta qrupda. Çünki şuurlu mənimsəmə dövrü uşağın konkret olaraq beyni, akademik biliklər deyəndə ümumiyyətlə akademik biliklər zehni fəaliyyət
tələb edən biliklərdir ki, bugün bədii təfəkkürüm olsun, riyaziyyat məşğələm olsun, savad təlimi, nitqin inkişafı, bunlar hamısı akademikdir. Çünki bu cür, məsəl üçün, fəaliyyət tələb edən belə deyək də, məşğələlərimizdə biz həmçinin mütləq şəkildə qeyd edirik ki, həmişə idman dəqiqələri verin ki, uşaq rahatlıq tapsın, uşaq çox mental olaraq uşaqları yormayaq. Və ilk dəfə 2-3-1-in orta qrupunda 3 dairəsində riyazi əməliyyatlar yerinə yetirir. Bəli, çünki biz açar söz olaraq həmişə qeyd edirik ki, ilk dəfə sayma fəaliyyəti verəndə 3 dairəsində hesablamalar aparır orta qrup etibarilə, 5 dairəsində böyük qrup, 10 dairəsində isə məktəbə hazırlıq qrupunda biz riyazi əməliyyatlar. Çünki niyə? 2-3-1 deyəndə mən konkret olaraq say fəaliyyəti gözümün qabağına gələcək. Çünki say deyirəmsə, mən bunu körpələrdə yox, orta qrupdan etibarən axtarmalıyam. Çünki ilk dəfə 3 dairəsi, 5 dairəsi, 10 dairəsində tutan deyirəm ki, uşaqlar, gəlin 3-ə qədər sayaq. 1, 2, 3. Amma hesablama fəaliyyəti deyirəmsə, artıq hesablamada deyirəm ki, 1 üstə gəl 1 bərabərdir 2. Çünki toplama çıxma əməliyyatı varsa, bu konkret olacaq, hesablama fəaliyyəti gedəcək. Yəni bu biraz da dərinləşdirir. Çünki biri var uşaqlara deyirəm, uşaqlar 1-dən 3-ə qədər irəli sayın, 3-dən 1-ə qədər geriyə sayın. Və yaxud da gəlin uşaqlar deməli 5-ə qədər sayaq. 5-ə qədər irəli sayın, 5-dən geriyə tərsinə sayın. Və deməli 2-3-1, yəni olduğu kimi say fəaliyyəti olaraq, həmçinin dediyim kimi ədəddən əvvəlki dövr körpələr qrupunda, amma 2-3-2 standartı deməli 2-3-2 deyəndə artıq mən ölçü anlayışı deməli görürsüz burada ölçü forma anlayışı. Yəni 2-3-1-i say fəaliyyəti, 2-3-2-ni isə ölçü forma anlayışı olaraq yadımızda saxlamalıyıq. Çünki körpələr qrupunda görürsüz deyirəm ki, ölçü anlayışını başa düşdüyünü nümayiş etdirir. Bayaq qeyd elədim, dedim ki, uşağa 2 dənə, məsəl üçün, qarşısına 2 dənə oyuncaq predmet qoyun, dovşan olsun, ay olsun, fərqi yoxdur. Uşaqlar hansı böyükdür, hansı kiçikdir? Birini hündür qoyacaqsınız, birini balaca, yəni formasına görə. Uşaq artıq burada ölçüsünü bilir ki, hansı əşya böyükdür, həcminə görə, hansı əşya kiçikdir. Və yaxud da 2-3-2-nin ikinci körpələrində deyirəm ki, uzun qısanı əşyaları ölçüsünə görə, məsəl üçün, uzun olan əşya hansıdır, qısa olan əşya. Burada da yenə belə deyək, burada sanki böyük-kiçik anlayışını belə deyək də miqdarına görə, çünki miqdarda biz deyəndə necə ki az, çox, görürsünüz, burada 2-3-1-də biz konkret miqdar formalaşdırırdıqsa, 2-3-2-də artıq ölçü forma anlayışı formalaşdırırıq ki, uşaq yenə də böyükdür, kiçikdir, belə deyək, burada artıq xarici görkəminə görə, yəni predmetin xarici görkəminə görə hansı böyükdür, həcmlidir, hansı kiçikdir, balacadır bu mənada. İkinci körpələrdə də ki, artıq uzundur, qısadır, məsəl üçün enli, ensiz, uzun, qısa uşaq artıq tanıyır. Yəni belə deyək, hətta tanıma dövrünü versiniz, körpələr qrupunda verin. Çünki uşaq ilk dəfə adlandırır, sadalayır, tanıyır deyəndə körpələr qrupu götürürük. Amma fərqləndirir, biz həmişə standartlarda keçəndə demişik ki, fərqləndirir nədir? Orta qrupun əsas açar sözüdür ki, çünki uşaq bu dəfə artıq 3 dairəsində, 2-3-1-də 3 dairəsində ilk dəfə sayma fəaliyyəti biz uşaqlara tətbiq ediriksə orta qrupda, artıq 2-3-2-nin standartında ölçü, belə deyək, forma anlayışında biz nə edirik? Əşyaların uzunluğuna, eninə, hündürlüyünə, qalınlığına görə uşaqlar fərqləndirir. Artıq burada en uzun nədir? Eni nədir? Uzunu nədir? Daha sonra qalındımı, nazikdirmi? Görürsünüz, materialını hətta belə qalındımı, nazikdirmi? Uşaq artıq forma və ölçüyə görə fərqləndirir. Yəni, ilk dəfə ümumiyyətlə forma ölçü götürürsünüz 2-3-2-ni, sadəcə olaraq fərqləndirir artıq uzun nədir, qısa nədir, en nədir, hündürlük nədir, nazik nədir, qalın nədir, bunları artıq uşaq fərqləndirir. Və görürsünüz, birinci fərqləndirir. Baxın, burada mən bir dənə buna aydınlıq gətirim. Orta qrup fərqləndirir. Böyük qrup müqayisə edir. Məktəbə hazırlıq qruplaşdırır. Bu feilləri mütləq şəkildə ardıcıl olaraq gəlməlisiniz. Birinci fərqləndirir, fərq. Yəni, qısa olaraq yadınızda qalsın, açar söz olaraq götürürsünüz ki,
2-3-2-də ümumiyyətlə riyaziyyat məşğələsində bax biz bu gün görürsüz fərqləndirir, adlandırır, nümayiş etdirir, müqayisə edir, qruplaşdırır. Bunlar hamısı indiki zamanda məqsədlərdir də, feillərdir. Çünki alt standartdan zaten biz məqsədi çıxarıb yazırıq və alt standartın da tələbi nədir? Bu gün verilən biliyi fəaliyyətə çevirmək. Sadə riyazi əməliyyatları yerinə yetirir. Bu özü sizə bilik hissəsidir, əsas standartı verir. Gətirib indi burada artıq hansı formada yerinə yetirirsə, biz bunu alt standartın tələbində həyata keçirməliyik. Birinci uşaq fərqləndirir, sonra müqayisə edir. Heç vaxt müqayisə edib sonra fərqləndirə bilməz. Yadda qalsın. Heç vaxt birinci uşaq əşyaları istər rənginə görə, istər ölçüsünə görə, istər sayına görə, nə bilim formasına görə müqayisə edib sonra fərqləndirə bilməz. Mütləq ki, birinci fərqləndirməlidir ki, sonra müqayisə edə bilsin. Çünki uşaq fərqləndirməyi bacarmayan uşaq müqayisə də edə bilməyəcək. Bu yadınızda qalsın. Etap-etap gəlməlidir. Çünki birinci, məsələn, mən bunu biz planlaşdırma keçmişik. Planlaşdırmanın məntiqi ardıcıllığında da biz bunu cari planda yazanda qeyd eləməliyik ki, barisliyi şəklində, sadədən mürəkkəbə doğru mütləq birinci uşaqları fərqləndirir. Bizim planlaşdırmamızın məntiqi ardıcıllığı pozulmamalıdır. Fərqləndirir, daha sonra müqayisə edir, ən sonda qruplaşdırır. Çünki qruplaşdırma daha mürəkkəbdir müəllimlər. Qruplaşdırma biz birdən-birə uşaqlarda fərqləndirmə, əşyaları bir-birinə müqayisə etmə bacarığı formalaşdırmasaq, qruplaşdırmanı da uşaq anlaya bilməz. Çətin bir, mürəkkəb bir proses ola bilər. Çünki uşaq artıq bilir ki, əşyanı, məsəl üçün, formasına görə olan, tutalım ki, dəyirmi, dairəvi formada olan əşyanı götürsün, üçbucaq formasında olan əşyanı, tutalım ki, uzun olan və yaxud da qısa formada olan, qalınlıq nədir uşaq bilməlidir ki, hündürlüyü, alçaqlığı, həcminə görə, böyüklüyünə görə, kiçikliyinə görə, yəni bu kimi formalara görə uşaq həmçinin sayına görə, əşyaların sayına görə uşaq qruplaşdırmağı bacarsın. Yəni, bu artıq məktəbə hazırlıqda gəlib reallaşmış olur. Dediyim kimi, yəni bu planlaşdırmamızın məntiqi ardıcıllığını da biz bu formada qorumalıyıq. Bir də bunu qeyd edirsiniz ki, SMART abreviaturasının, bax bu feillər, SMART abreviaturasının, SMART-ın achievable-ını qoruyur. Çünki achievable əldə olunan deməkdir. Yəni, əlçatan, əldə olunan fərqləndirir, müqayisə edir, qruplaşdırır. Yaş qrupları üzrə mütləq şəkildə bu feilləri varisliyi şəklində bilməlisiniz. Və SMART-ın achievable tələbi qorunur. Daha sonra 2-3-3. Üçüncü alt standartımız deməli, 2-3-3-də artıq biz nə edəcəyik? Konkret olaraq fiqurlar götürürsünüz ki, çünki biz burada artıq həndəsi fiqurlarla yadımızda saxlamalıyıq ki, biz bilirik ki, ilk dəfə həndəsi fiqurlar, biz dairə, üçbucaq, kvadrat deyirsə, orta qrupdan etibarən. İkinci körpələrdə də bəli, fiqur anlayışı formalaşdırırıq. Yəni, birinci, ikinci körpələrdə. Birinci körpələrdə ümumiyyətlə fiqur vermir. Çünki birinci körpələrdə uşaq hələ, belə deyək də, əşyalara hələ baxır. Hələ uşaq tanımağa çalışır. Görsət də deyir ki, 2 oxşar əşyanı seçir. Yəni, 2 dənə oxşar əşya verin, amma forma eyni olsun. Uşaq, məsəl üçün, o formadan, oxşar formada olan əşyanı uşaq seçə bilsin, tanıya bilsin. İlk dəfə tanıma periodunda birinci körpələrdə tanısın, analizi ayırd etsin, seçsin. İkinci körpələrdə artıq biz ilk dəfə dairədən veririk də, dairəvi, oval şəklində olan obyekti, yəni əşyaları uşaqlarda ilk dəfə adlandırma. Çünki adlandırmadır, reaksiya vermədir, tanımadır, səsləndirmədir. Bunlar körpələr qrupunun açar sözləridir, fəaliyyətidir, alt standartın açar sözüdür. Orta qrupdan etibarən isə biz artıq həndəsi fiqur görürük. Çünki həndəsi fiquru biz körpələr qrupunda keçmirik. Orta qrupdan etibarən artıq necə ki, şuurlu mənimsəmə, təfəkkürün inkişaf etdiyi dövrdür deyə biz artıq burada ilk dəfə uşağı üçbucağı, kvadratı, dairəni uşaqlara tanıdırıq. Desəz ki, müəllim, niyə burada fərqləndirir vermirik? Axı, fərqləndirir həmişə orta qrupun açar sözdür. Yadınızda qalsın ki, fərqləndirir o zaman olardı ki, ikinci körpələrdə mən əgər adlandırsaydım bu fiqurları, bu gəlib orta qrupda davamı fərqləndirir olacaqdı. Çünki axı mən həndəsi fiquru körpələr qrupunda keçmirəm. İlk dəfə orta qrupda mən uşaqlara üçbucaqla, kvadratla, düzbucaqla tanış eləyirəm. Ən azından 4 tərəfli olduğunu, düzbucağın 4 təpə nöqtəsi, üçbucağın 3 təpə nöqtəsini,
dairənin tərəfsiz olduğunu, bir fiqur olduğunu bildirirəm uşaqlara. Ona görə uşaq ilk dəfə tanıdığı şeyi adlandıracaq. İlk dəfə tanıdığı məfhumu, obyekti adlandıracaq. Artıq adlandırır deyə gətirib böyük qrupda neyniyir? Fərqləndirir. Aydın olurmu? Orta qrupda adlandırdı, ilk dəfə həndəsi fiquru gördü deyə gətirib böyük qrupda onu fərqləndirir. Amma görürsünüz, fərqləndirir 2-3-2-də orta qrupdur. Niyə? Çünki artıq ikinci körpələrdə mən bunun əşyaların ölçüsünü, uzun-qısa anlayışını, böyük-kiçik anlayışını formalaşdırmışam. Ona görə də gətirib orta qrupda artıq onları uzunluğuna görə, eninə görə, hündürlüyünə görə, həcminə görə, qalınlığına görə mən nə edirəm? Fərqləndirirəm. Aha, artıq həndəsi fiqurları fərqləndirməyi böyük qrupda verirəm. Çünki uşaq konkret olaraq tam şəkildə fərqləndirməyi bacarır. Fərqləndirirsə də, fərqləndirəndən də sonra artıq nə edir? Həm müqayisə edir, həm də qruplaşdırır. Bəli, çünki qeyd etdiyim kimi birinci fərqləndirməlidir ki, uşaq daha sonra müqayisə edib ən sonunda məktəb bazalıq qrupunda nə etsin? Qruplaşdırsın. Aha, qruplaşdırma təsnifatdır, yəni qruplaşdırma mürəkkəbdir. Çünki fərqliliyi bilməyən, analiz sintezi də bilməyən uşaq, müqayisə apara bilməyən uşaq qruplaşdıra da bilməz. 2-3-3-ü də götürürsünüz, həndəsi fiqurlar olaraq yadda saxlayırsınız. Standart olaraq 2-3-4 artıq gəlir məkan zaman. Biz indi fəzada səmtləşmə keçəcəyik, fəza təsəvvürləri keçəcəyik, fəza zaman təsəvvürləri və bunu 2-3-4 altında verəcəyik standartı yazanda ki, çünki ilk dəfə körpələr qrupunda biz demişik axı, körpələr qrupunda biz riyaziyyat keçmədiyimiz üçün sensor metodika məşğələsində körpələr qrupunu biz belə deyək də ora-bura. Çünki sadə formada veririk. İlk dəfə uşaqda məkan anlayışı formalaşdırmaq üçün ora gəl, bura gətir qoy. Məsəl üçün, ora get, bura get. Get ora, gəl yanıma. Ora, bura. Yəni ilkin vərdişlər formalaşdırıram. İkinci körpələrdə artıq mütləq şəkildə uşaq neynəməlidir? Uşaq ən azından aşağı-yuxarı anlayışını uşaq bilməlidir. Çünki aşağı-yuxarı anlayışını mən ikinci körpələrdə formalaşdırmasam, orta qrup uşağı alt, üst, irəli-geri anlayışlarını mənimsəyə bilməz. Aydın olurmu? Yəni, gəlib burada varisliyi, sensor metodikada mən yuxarı, aşağı və yaxud da qabağında, arxasında, aydındırmı? Oturduğum yerin qabağında, məndən qabaqda, məndən arxada, bu kimi məkan təsəvvürləri mən uşaqda formalaşdırmasam, orta qrupda artıq uşaq irəlini, gerini tanımaz. Alt, aşağı, yuxarı hissə, altında, üstündə tutalım deyirəm ki, kitab stolun üstündədir. Məsəl üçün deyirəm. Və yaxud da çanta stolun altındadır. Yəni, bu kimi artıq konkret məkan olduğu üçün orta qrupda biz ilk dəfə məkan, zaman anlayışlarını ilk dəfə sizə sual verirsə, təbii ki, məkan, zaman orta qrupdan götürəcəksiniz. Çünki zaman da əsas məkan orta qrupdan veririk. Zaman da ona görə ki, çünki uşaqlarda biz günün müxtəlif anlayışları ki, var. Məsələn, uşaq ən azından səhəri, günortanı, axşamı bilməlidir, axı fərqləndirməlidir ki, məsələn, səhər biz açıldı, biz hansı fəaliyyətlə məşğuluq, səhər yeməyin vaxtı, günorta nə işlə məşğul oluruq, axşam necə bir fəaliyyət həyata keçiririk. Bunların hər birini uşaq səhəri, günorta, axşamı uşaq bilməlidir, fərqləndirməlidir. Artıq böyük qrupda isə bu fərqləndirdiyi anlayışlar, məkan zamanla bağlı anlayışlar böyük qrupda nə edir? Böyük qrupda artıq hərəkətlərin ardıcıllığı baş verir. Çünki, məsəl üçün, məkanla bağlı tutalım ki, irəli, geri, yuxarı, aşağı, alt, üst mənasını bilən uşaq böyük qrupdan etibarilə deyirəm ki, sağ-sol anlayışı. Görürsünüz, sağ-sol anlayışını mən fiziki mədəniyyətdə də əvvələ qayıdım. Fiziki mədəniyyət məşğələmizdə də sağ-sol anlayışını mən böyük qrupda, böyük motorikada mütləq baxın, burada 1-1-2 standartında verirdim ki, sağ-sol ayaq üzərində irəliyə tullanma. Çünki müəllimlər, əgər birinci inkişaf sahəm üzrə fiziki mədəniyyətdə mən ilk öncə bunu qeyd etmək istəyirəm ki, riyaziyyatda ümumiyyətlə biz sağ-solu öyrətməliyik ki, biz bunu fiziki mədəniyyətdə də uşaq artıq bilsin ki, sağ ayaq nədir, sol ayaq nədir. Mütləq şəkildə biz bunu riyaziyyatda uşağa başa salmalıyıq ki, sağı solu uşaq tanısın ki, sağ nədir, sol nədir.
artıq bunu biz fiziki mədəniyyət məşğələsində keçəndə də uşaq bilməlidir ki, sağ-sol ayaq üzərində hər iki ayağı adaptasiya olub böyük motor hərəkətlərini həyata keçirə bilsin. Aydın olurmu? Ona görə də sağ-soldur, məsəl üçün bayaq da qeyd etdim, qabağı, arxası, irəli, geri, yuxarı, aşağı, altında, üstündə və s. kimi anlayışları neyniyir? Əşyanın həmin anlayışa görə yerini müəyyənləşdirir. Aydın oldu mu? Məsələn, əşya harda yerləşir? Fəzada səmtləşməni artıq bu sadə formasıdır da, yəni birinci əşyanın yerini tap, yerləşmə mövqeyini, sonra özündən artıq hansı hissədə yerləşməsini, özündən səmtləşmə, obyektlər arası səmtləşməni artıq müəyyənləşdiririk biz. Və zamanda isə tutalım deyirəm dünəndimi, bugündümü, uşaq bilməlidir ki, dünən keçmişdir. Dünən oldu, bitdi. Dünən ki, belə deyək də, gün ərzində baş verən hərəkətlər dünən keçmişdə oldu, bitdi. Bugün hal-hazırda indiki zamanda davam eləyir. Sabah deyirəmsə, artıq sabahı nəyisə planlayıram, gələcək zamanı fəaliyyətidir. Buna görə də biz dünən, bugün, sabah, eləcə də günün hissələri anlayışına əsasən hərəkətlərin ardıcıllığı. Çünki niyə hərəkət ardıcıllığı? Baxın, böyük qrupun əsas açar sözü hərəkət ardıcıllığıdır. Çünki böyük qrupda biz uşaqlarda davranış formalaşdırdığımız üçün böyük qrupda qayda formalaşır artıq. Böyük qrup uşaqları sərbəst şəkildə artıq belə deyək də həm istənilən müxtəlif inkişaf sahələri üzrə olsun, müxtəlif məşğələlər üzrə olsun, böyük qrupda həmişə uşaqlar biraz da səbəb-nəticə əlaqəsinə doğru gedir, biraz da sərbəstlik formalaşır. Çünki əməkdaşlıq ilk dəfə bu dövrdə bünövrəsi qoyulur, qaydalar bu dövrdə formalaşır. Uşaqlar bu dövrdə deməli tam rahat şəkildə bir-birlərini yola verərək, güzəştə gedərək, yəni tapşırıqları icra edirlər. Ona görə də düzgün davranış modeli 4-5 yaş qrupunda daha məqsədə uyğundur ki, biz bu məkan zaman təsəvvürlərini də bu dövrdə məhz hərəkətlərin ardıcıllığını təyin edək. Artıq məktəbə hazırlıqda biz nə edirik? Məktəbə hazırlıqda artıq biz görürsüz deyirik ki, bir ilimizdə, məsəl üçün, neçə fəsil var uşaqlar? Bir ildə neçə fəsil var? Bir həftəmizdə neçə gün var? Hansı günləri tanıyırıq? Məsələn, saatı formalaşdırırıq. Uşaqlar, saat nədir? Saat nə üçün bugün bizim günümüzün ayrılmaz hissəsidir? Biz saatsız heç bir fəaliyyət həyata keçirə bilmərik. Saat nədir? Dəqiqə nədir? Saniyə nədir? Bunların hər birini biz artıq məktəbə hazırlıq qrupunda uşaqlara, çünki biz bu günün hissələrindən tutmuş ilin fəsilləri, yəni ilə mövsümə uyğun iqlimi, biz bu anlayışları uşaqlarda artıq tətbiq edirik və gətirib biz bunu nə edirik? İnteqrasiya tutalım, biz verə bilərik ətraf aləmlə tanışlıqda. 2.1.6 2.1.6 ilə siz konkret ətraf aləmlə tanışlığa verə bilərsiniz. Çünki 2.1.6-nın görürsünüz məktəbə hazırlığında da deyirəm ki, tutalım uşaqlara başa salıram ki, iqlim xüsusiyyətləri, məsəl üçün soyuq bölgələrdə vəziyyət necədir, qışın hansı bölgələrdə daha sərt keçməsi, qışın uzun olması və yaxud da deməli həmin iqlimə uyğun yayın sərt keçməsi, daha uzun belə deyək sərt isti keçən bölgələr. Eyni zamanda yəni bunların hər biri baxın gündəlik havada, ilin fəsli, həftədə neçə gün dəyişir. Bunların hər birini 2.1.6 ilə biz inteqrasiya verəcəyik ki, biz bunu ətraf aləmdə öyrənməsək, ətraf aləmdə öyrənək ki, gətirib bunu riyaziyyatda biz tətbiq edə bilək. Riyaziyyatda artıq biz konkret zamanı uşaqlara ayırd eləyə bilək. Necə ki, biz ətraf aləmdə birinci heyvanı uşağa tanıdıb, sonra onun tutalım ki, yapmasını yapdırırıq, təsviri fəaliyyət məşğələsində tutalım ki, və yaxud da aplikasiyasını və yaxud da rəsmini çizirik. Eləcə də ətraf aləm birincidir. Görürsünüz, birinci ətraf aləmdə 2.1.6-da uşaqlara fəsillər haqqında ümumi geniş məlumat verir, ümumiyyətlə zaman haqqında, sonra bunu artıq gətir, inteqrasiya verə bilərsiniz konkret olaraq və 2.3.4-də reallaşdır. Bu da olur məkan və zaman təsəvvürləri 2.3.4-cü standartımız və son olaraq 2.3.5-dir ki, 2.3.5-də biz tədqiqat götürürük. Bunun adı tədqiqat. Tədqiqat, konkret elm güşəsi. Tədqiqat, konkret elm güşəsi. Uşağın tədqiq etmə, uşağın araşdırma, təcrübə aparma bacarığı. Çünki körpələr qrupunda ilk dəfə deyirəm ki, ilkin bacarıqlar.
Hər bir uşaqda ilk dəfə bir təcrübə formalaşır. Uşaq sensor metodikada da deyirdim ki, uşaq birinci dəfə, ilk dəfə sensor təcrübəyə yiyələnir duyğuları vasitəsilə. Uşaq da hər uşaqdan uşağa öz şəxsi təcrübələrinə əsaslanan ilkin bacarıqlar formalaşır. İlkin bacarıq, açar söz olaraq. İkinci körpələrdə artıq tədqiq etmə biraz da reallaşır. Birinci körpələrdə tədqiqat yoxdur qəti şəkildə. İlk dəfə uşaq nəyisə bacarmaq istəyir. İkinci körpələrdə artıq tədqiqata maraq yaranır. Orta qrupda artıq tədqiqat bacarıqları, tədqiqat üsulları. Tədqiqat da nədir? Uşaq ölçsün, uşaq müqayisə aparsın, uşaq analiz aparsın, uşaq müqayisələr aparsın. Deməli, tədqiqat budur. Çünki biz tənqidi təfəkkürün əsas açar sözüdür tədqiqat aparmaq. Yəni, böyüklərin göstərişi ilə tədqiqat üsulları. Artıq fərqləndirir böyük qrupda verəcəm. Çünki niyə? Orta qrupda artıq ilk dəfə tədqiqat formalaşdığı üçün böyük qrupda da tədqiqat üsullarına görə fərqləndirəcək. Tutalım, deyirəm, elm güşəsində uşaq böyüdücü şüşə olsun, maqnit olsun və s. kimi müxtəlif tədqiqat vasitələrini uşaq konkret vasitə, əlinin altında olan vasitələri uşaq artıq fərqləndirəcək ki, böyüdücü şüşəni necə istifadə etmək lazımdır. Məsələn, müxtəlif elm güşəsinin resurslarından necə istifadə etmək lazımdır. Eyni zamanda artıq məktəbə hazırlıqda nə edirəm? Artıq praktik olaraq tətbiq edirəm. Deməli, tədqiq edirəm böyük qrupda, fərqləndirirəm. Orta qrupda ilk dəfə tədqiqatın bünövrəsini qoyuram, tənqidi təfəkkürün. Böyük qrupda fərqləndirirəm. Məktəbə hazırlıqda artıq nə edirəm? Həmin o sadaladığım elementar ölçü alətlərindən tərəzisi olsun, böyüdücü şüşəsi olsun, maqniti olsun, xəttkeş olsun və s. müxtəlif həmin bu vasitələrdən mən artıq praktik şəkildə istifadə edirəm. Yəni, bu da 5-6 yaşı xarakteristikasıdır. Yəni, məktəbə hazırlıqda reallaşır. Bu da oldu bizim 2.3 ümumiyyətlə riyaziyyatın belə deyək də standartları. Bura qədər sual varmı müəllimlər? Müəllimə, üzr istəyirəm. Bəs ikinci körpələr qrupunda tədqiq olur, necə formada olur? Necə müəllimə? Bir də verin sualı, başa düşmədim. Birinci, ikinci körpələr qrupunda tədqiqat, bəs orada necə baş verir? Birinci, ikinci körpələr qrupunda ümumiyyətlə tədqiqat sözü müəllimlər nəzəri baxımdan tədqiqat sözü ilk dəfə orta qrupda yaranır. Çünki tədqiqat təfəkküründür. Birinci, ikinci körpələr qrupunda sensor təcrübə necə yiyələnir uşaqlar? Uşaq toxunaraq, uşaq hissi, ətraf aləmi duyaraq. Tədqiqatın açar sözü birinci, ikinci körpələrdə duyğu və qavramadır. Çünki riyaziyyat məşğələsinin biz varisliyi sensor metodika olduğu üçün tədqiqat ilk dəfə orta qrupda təfəkkürlə bərabər formalaşır şüurlu mənimsəmə dövründə. Birinci, ikinci körpələrdə isə artıq duyğu və qavramadır. Kəmalə müəllimə, elə çıxır ki, birinci, ikinci körpələrdə ancaq qavrama duyğudur. Təfəkkür orta qrupdan başlayır da, 3-4-dən başlayır. Bəli. O aydın oldu. Əlbəttə, bəli. Yəni, belə qeyd edeyim də sizə. Məsələn, deyirəm ki, uşaqlar belə, baxın, sensor təcrübə necə aparırıq uşaqlarla? Mənim sualıma cavab verin. Sensor təcrübə necə aparırıq uşaqlarla? Qavrama, duyma, hiss etmə. Bəli. Toxunaraq, müəllimə. Bir müəllimlər, səslər qarışır, zəhmət olmasa bir deyin. Toxunaraq. İstəyərək, toxunaraq, qavrayaraq belə. Deməli, tədqiqatın açar sözləri ümumiyyətlə körpələr qrupu üçün açar sözlərini qeyd edirəm. Sensor təcrübədir. Çünki uşaq tədqiqata həvəs, baxın, deyirəm ki, birinci körpələrdə şəxsi təcrübələrinə əsaslanan ilkin bacarıqlar nümayiş etdirir. Məsələn, deyirəm ki, görür, eşidir, uşaq toxunur, dadına baxır, qoxusuna baxır. Yəni, hiss edir. Bəli, hissi birbaşa duyğular əsasındadır. Duyğular əsasında. Məsələn, uşaq deyirəm ki, uşağa belə deyək də, yumuşaq və sərt səthi hamarla bağlı uşağa verirsiniz, bir də material, oyuncaq verirsiniz. Tutalım, deyirəm ki, uşaq birini yumuşaq oyuncaq verirsiniz. Birində tutalım, deyirəm ki, taxta Lego verirsiniz.
uşağa təqdim edirsiniz, hər ikisinə də uşaq toxunur. Və tərbiyəçi müəllim soruşur ki, hansı yumşaqdır? Neynir uşaq? Artıq uşaq toxunaraq onun tutalım ki, verilən oyuncağın yumşaq material olduğunun artıq yumşaqlığını bilir, digərinin isə artıq tutalım ki, taxta kubun sərt olduğunu bildirir. Aydın olurmu? Yəni burada rəngdir, formadır, necə ölçüdür, böyük, kiçik anlayışı biz ölçüdə dedik. Forma deyirəmsə artıq dairə, oval, kvadrat forması, üçbucaq, düzbucaq. Yəni bunların hər birini rəng, forma, ölçü, toxunma, eşitmə, lamisə, görmə, bunların hər birini uşaq artıq neynir? Sensor təcrübədə duyğu və qavrama prosesi əsasında əldə edir. Səsləri bağlayın, zəhmət olmasa. Yəni körpələr qrupunda tədqiqata ilk dəfə, yəni bu cür tam tədqiqat sayılmır da bu. Aydındırmı? Duyğu və qavrama tədqiqat təfəkkür üzərindən formalaşır. Tənqidi təfəkkür də ilk dəfə 3-4 yaş qrupunda, orta qrupdan etibarən yaranır. Müəllimə, sensor təcrübədən sonra sensor mədəniyyət orta qrupda, yoxsa Sensor tərbiyə. tərbiyə? Bəli. Sonra sensor Sensor mədəniyyət. Birinci və sensor sonra təcrübə, sonra ikinci sensor mədəniyyət, üçüncü gəlir ondan sonra. Üçüncü nə gəlir Kəmalə müəllimə? baxın, birinci sensor inkişafı müəllimlər, ən birinci sensor inkişaf mütləq. Sensor inkişaf körpəlikdən uşağın həyata gəldiyinə ki, körpəlik hətta çağalıq dövrü. Uşağın həyata gəldiyi andan etibarən sensor inkişaf, sensor təcrübə. Sensor təcrübə artıq birinci, ikinci körpələr qrupunda götürülür. Sensor tərbiyə orta qrup etibarilə, sensor mədəniyyət böyük qrup, son olaraq sensor etalon 5-6 yaş məktəb hazırlıq qrupu. Hə, etalon yadımdan çıxartmışdım. Axırıncı sensor etalon o. Məktəbə hazırlıq qrupu. Bəli. Məsələn, uşaq canın rəngini görür, formasını görür, ölçüsünü, bütün bayaqdan sadaladığım xüsusiyyətlərini görür, göstərirsə, bu sensor təcrübədir, uşaq yiyələnir. Artıq tərbiyəyə necə keçirdəcəm? Təcrübə ilə tərbiyəni necə fərqləndirəcəm? Tutalım deyirəm ki, bu əşyanın xüsusiyyətlərini artıq uşaq fərqləndirə bilirsə, qavraya bilirsə, artıq qavradığını tətbiq edə bilirsə, bu sensor tərbiyə prosesidir. Çünki sensor tərbiyədə artıq bütün xüsusiyyətlər inkişaf edir. Rəngidir, formasıdır, ölçüsüdür, hətta məkandır. Bayaqdan qeyd edirəm, yuxarı, aşağı, məsəl üçün alt, üst, önü, arxası. Yəni bunların hər birini uşaq neynir? Sensor tərbiyə prosesində tam əldə eləmiş olur. Çünki fərqləndirirsə, sensor tərbiyədir. Çünki fərqləndirmə də biz 3-4 yaş dedik, orta qrup. Tənqidi təfəkkür dedik. Çünki şuurlu mənimsəyən uşaq fərqləndirəcək müəllimlər. Qavramada fərqləndirmə olmur. Qavrama da körpəlik dövrünə daxildir. Birinci, ikinci körpələrdə olur duyğu qavrayış, hissi perseptual qavrayış. Sensor təcrübə nədir? Körpələrdir. Təcrübə birinci, ikinci körpələrdir. Sensor təcrübədə duyğu və qavramadır. Çünki uşaq özü hiss edir və qavramaq istəyir. Qavramaq da nədir? İlk dəfə əşyanın xüsusiyyətini dərk etmək. Qavramaq. Anlayır, qavrayır, tanıyır. Amma onu məqsəd yönlü şəkildə artıq istifadə etsin, fərqləndirsin, analiz etsin, tutalım səbəb-nəticə əlaqəsi qursun, təsnifat aparsın, müqayisə aparsın. Bunların hər biri sensor tərbiyə prosesinə baş verəcək təfəkkürlə. Orta qrup. Bəli, müəllimə, bəli. Təcrübə müqayisə edir, mədəniyyətdə fərqləndirir. Mədəniyyətdə yox, sensor tərbiyədə fərqləndirir. Hə, sensor mədəniyyətdə bəli. Etalonda da onu yerinə yetirir da, təcrübədən keçirir onu. Çünki tam dərk edir onu. Sensor mədəniyyətdə bəs necə olur? Mədəniyyəti demədik, təcrübə, inkişaf, təcrübə, tərbiyə qeyd etdik. Sensor mədəniyyətdə necə olur bəs? Orada mədəniyyətdə onun keyfiyyətini, onun xarakterini, xüsusiyyətini öyrənir, tam bilir. Bildiyi üçün də onun üzərində yəni anlayışı olur da. Anlayışı olduğuna görə də onu fərqləndirir. Ay sağ olun. Artıq sensor mədəniyyətdə konkret uşaq bir mədəniyyətə yiyələnir. Konkret rəngini də bilir. Yetərincə məlumatı olur da, öyrənir, bilir. Onu hazırdır onun. Həmən hansısa bir əşyam deyə, hansı bir nəsə. Onun haqqında geniş tədqiqat aparır. Onun haqqında hər şey bildiyinə görə onun üzərində işləməkdə. Günə qədər nəyi mənimsəyibsə, sensor tərbiyə pedaqoji bir prosesdir. Həmin pedaqoji prosesdə bugünə qədər uşaq nəyi mənimsəyirsə, bütün etalonları artıq onu praktik, müstəqil şəkildə icra edir mədəniyyətdə.
Yəni sanki tətbiq etməni, praktik, müstəqil icra etməni mədəniyyət götürürsüz. Praktik fəaliyyəti uşaq artıq onu tətbiq edir. Və müstəqil şəkildə yerinə yetirir Ay mədəniyyətdə. sağ olun. Bəli. Bəs yaxşı, sensor etalonda necə olur? Sensor etalon. Sensor etalonu yerinə yetirir də. Sensor etalonda da əslində yerinə yetmir. Sadəcə olaraq sensor etalonda hamı tərəfindən qəbul edilmiş xüsusiyyətlərdir də. Yəni bu gün bütün dünya qəbul eləyir ki, tutalım. Rəng-rəngdir. Qırmızı olsun, sarı olsun, mavi olsun. Məsəl üçün, uşaq bilməlidir ki, bu rəng etalonudur. Məsəl üçün, bu formadır, bu ölçüdür, bu həcmdir. Ardıcıllığı gözləməklə də anlayış tətbiq edir. Bəli, Ardıcıllığı Bəli, gözləməklə. çünki niyə? Bu qazandığı belə deyək də etalonda uşaq artıq uşaq necə ki mədəniyyətdə ki o uşaq bu günə qədər fərqləndirir, müqayisə eləyir, mədəniyyətdə onu artıq sərbəst praktik şəkildə tətbiq etdiyini də artıq nə eləyir? Uşaq etalonda artıq bir qiymətləndirmə formalaşır uşaqda. Çünki konkret əşyanın xüsusiyyətlərini tam dəqiq bilir, müqayisə edir və tam da şəkildə qiymətləndirir. Yəni çünki artıq etalon elə bir yuxarı bir dövrdür ki, uşaq konkret bütün əşyanın xüsusiyyətlərinə yiyələnmiş olur. 5-6 yaşında uşaq mümkün deyil ki, qarışdırsın bu etalonları. Yəni konkret belə deyək də təsnifatın pik həddidir də. Necə ki biz deyirik ki, orta qrupda fərqləndirir, böyük qrupda müqayisə edir, məktəbə hazırlıq qrupunda neynir? Təsnifat aparır. Az öncə qeyd etdiyim standartda. Yerinə yetirir tam dəqiqliklə. Ay sağ olun. Bax burada standartda bayaq nə dedim? Görünürmü ekranda? Fərqləndirir, müqayisə edir, qruplaşdırır. Orta qrupdan etibarən fərqləndirir, çünki sensor tərbiyədə artıq fərqləndirməlidir. Müqayisə etməlidir 4-5 yaş qrupunda, çünki artıq bir mədəniyyətə yiyələnmiş olur uşaq, praktik tətbiq edir və təsnifat olaraq da qruplaşdırır, təsnifat aparır məktəb hazırlıq qrupunda, çünki artıq etalonları tam mənimsəmiş olur. Və müəllimlər, ədəddən əvvəlki dövr çoxluqlar. Sualınız varsa buyurun, bu hissəni də izah edeyim sayfa fəaliyyətinə qədər. Buyurun. Buyurun müəllimlər, sual yoxdursa izah verin mən. Xeyr, müəllimə, çox gözəldir. Say fəaliyyətinə gələn dərs verəcəm. Qarışdırmayaq, zəhmət olmasa say fəaliyyəti biraz iri hissədir. Yəni burada hesablama fəaliyyəti falan hamısı yer alır, məsələ həlli falan. Bunları qarışdırmayaq. Bunu növbəti hissə dərsimizdə verəcəm. Bir dənə bu ədəddən əvvəlki dövrə baxaq. Ümumiyyətlə ədəddən əvvəlki dövr bayaq da qeyd etdim dərsin əvvəlindəki miqdar kateqoriyasıdır müəllimlər. Uşaqlarda miqdar təsəvvürləri. Yəni biz bu gün uşaqlarda belə deyək də miqdarla say fəaliyyətini ayırd etməyi biz uşaqlara öyrətməliyik ki, məsələn miqdar nədir, say nədir? Miqdar ümumiyyətlə belə deyək də mücərrəd abstrakt bir kateqoriyaya gedir. Çünki konkret olaraq uşaqlarda miqdar deyəndə uşaq belə deyək də necə dərk eləsin onu? Uşaq belə deyək, onu əyani formada təbii ki, əyani vizual olaraq daha çox çünki uşaq biz burada uşağa artıq rəqəm öyrətmirik, ədəd öyrətmirik. Yəni əşyalarla bağlı miqdar fəaliyyətini də biz veririk ki, əşyalar üzərindən. Məsələn deyirəm ki, uşaq konkret miqdarda bir əşya, yəni konkret miqdarda əşya da biz çoxluqlar deyirik bugünkü. Çoxluqlarla uşaq məşğul olur. Məsəl üçün çoxluqlar veririk, bir qrup əşya, əşyadan ibarət biz buna çoxluqlar deyirik. Çoxluqlardan məsələn deyirəm ki, uşaq tutalım deyirəm ki, qutudan bir qələm götürür məsələn. Tutalım əşyaları bir yerə yığır. Tutalım yerdə legolar var. Legoları bir yerə yığır uşaqlar. Neyini qruplaşdırdı. Sonra həmin o yığdığı legolardan bir hissəni ayırır. Tutarım. Və yaxud da deyirəm ki, uşaqlar bütün fiqurlar var, qarışıq çoxluqların içərisində qarışıq əşyalar var. Sadəcə siz o qarışıq əşyalar içərisindən sadəcə oyuncaqları götürün. Tutalım oyuncaq legoları götürün, məsəl üçün deyirəm, yaxud da oyuncaq topları götürün. Yəni burada artıq tədqiqat buna gətirib çıxarır ki, uşaq neyniyir? Oyuncaqlarla bugün əşyavi manipulyativ sfera 1-3 yaş dövrüdür bilirsiniz. Və 1-3 yaş dövrüdə biz birinci, ikinci körpələr qrupu olaraq götürürük. Bu da təbii ki,
ədəddən əvvəlki dövrə gəlib çıxır, say fəaliyyətindən əvvəlki dövr, yəni birinci, ikinci körpələr qrupuna və bu dövrdə də biz uşaqlar neyniyir? Artıq ədəd bilmir axı, rəqəm ədəd formalaşmadığı üçün uşaqlar çoxluqları miqdara görə müqayisə eləyir. Aydındırmı? Yəni müqayisə edərək də uşaq bir ortaq nəticəyə gəlməyə çalışır. Yəni bugün əşyalarla fəaliyyətdə 1-3 yaş dövründə uşaqlar əşyaların miqdarını müqayisə eləyir. Məsələn, deyirəm ki, tutalım, deyirəm ki, Muradda 5 top var, məsələn deyirəm, amma say fəaliyyəti öyrətmirəm ha. Sadəcə olaraq Muradda 5 top var, amma Zeynəbdə 10 top var. Yəni 5 top daha artıq var, amma uşaq bilmir ki, məndə 5-dir, səndə 10-dur. Rəqəm fəaliyyəti olmur, sadəcə olaraq miqdar olur. Uşaq məsəl üçün 5-i deyəcək ki, 5 ilə 10-u müqayisə edəcək, 5 dənə top tutalım Muradın topu, 10 dənə top Zeynəbin topu. Qarşılıqlı müqayisə eləyəndə təbii ki, görəcək ki, burada 10 dənə top daha çoxdur. Amma uşaq axı bilmir, sayma bilmir buradakı 10 dənəni saysın. Məsəl üçün 1, 2, 3, 4, 5, 10 olsun. Amma sadəcə hansı azdır, hansı çoxdur deyə müqayisə eləyir. Məsələn, məndə budur, bax gör səndə nə qədərdir. Artıq Zeynəb baxır Muradınkinə deyir ki, məndə daha çoxdur. Ada deyə bilmir ki, 10 dənə topdur məndə, deyir məndə daha çoxdur. Bu da miqdardır. Miqdar da nə qədər sualına cavab verir, neçə sualına cavab vermir, say fəaliyyəti deyil. Ona görə də uşaq artıq ilk 1 yaşından etibarən çoxluğa bir əşyadan fərqli olaraq yəni reaksiya verir. Çünki tutalım ki, bir qrup əşyanı ayırır, məsəl üçün digər qrup eyni cins olan əşyaları belə deyək də bir-birindən ayırır və yaxud da hansı çoxdursa ona artıq cəm şəkilçisi əlavə edib deyə bilir ki, məsəl üçün əşyalar çoxluğu. Aha. Və buna görə də biz burada daha çox az-çox sözlərinə fikir verməliyik. Hansında azdır müqayisə edərkən, hansında çoxdur. Artıq belə deyək də 2 yaşından etibarən, ikinci körpələrdən biz bunu götürəcəyik ki, ikinci körpələrdən etibarən uşaqlar artıq neyniyir? Çoxluqları bir yerə toplamağa başlayır. Deməli, birinci körpələr uşaq ayırd eləmək istəyir. Yəni gözdən gördüyü, tutalım topdursa topları ayırır. Məsəl üçün Legodur, Legoları ayırır. İkinci körpələrdən etibarən artıq əşyaları bir yerə toplaya bilir. Çünki bir əşyaları bir yerə yığmaq, məsəl üçün digər yerə daşımaq, tutalım ki, torbaya yığım, sonra torbadan çıxarım, töküm yerə. Bu kimi, yəni burada uşaq neyniyir? Artıq lüğət ehtiyatı da zənginləşir. Məsəl üçün, nə qədər qaldı? Məsəl üçün, götürdüm, bu qədər qaldı. Məsələn, azdır, çoxdur, yəni bu kimi. Buna görə də biz bunu Lyoşinanın da metodu ilə desək, təbii ki, ədəddən əvvəlki dövrü biz burada artıq belə deyək də mənimsəyirik. Çünki artıq say fəaliyyəti 3 yaşından etibarən başlayır ki, 3-6 yaş dövrü say fəaliyyəti ki, orta qrupda ilk dəfə 3 dairəsi, böyük qrup 5 dairəsi və 10 dairəsinə qədər uşaqlar mənimsəyirlər. Və çoxluqlar əsasdır, yəni bu hissəni daha yaxşı baxmaq lazımdır ki, çoxluqlarla elementlər. Məsələn, biz uşaqları bugün çoxluq nədir? Əşya toplumudur da, əşyalardan ibarət. Çünki uşaqlarla çoxluqla ədəddən əvvəlki dövrdə biz uşaqları sırf çoxluqlarla deyirəm ki, məsələn, çoxluğun elementləri haqqında təsəvvürlər formalaşdırıram. Məsəl üçün, hansı elementlər də deyəndə, yəni onların çoxluğun miqdarına görə hansı bərabərdir, hansı bərabər deyil, hansı azdır, çoxdur. Yəni bu kimi biz müqayisələr formalaşdırırıq və eyni zamanda tutalım deyirəm ki, çoxluğun elementlərindən bir sayma, üzərinə qoyma. Burada da yenə say fəaliyyəti deyil, sadəcə olaraq ki, bir çoxluğun üzərinə bir dənə qoydun, deməli artım oldu. Bir idisə indi oldu cüt, məsəl üçün. Və yaxud da yanaşı qoyun və yaxud da təkdirsə cüt düzəldin. Və bir çoxluqdan alt çoxluqlar anlayışı. Məsələn, çoxluqdur, tutalım çoxluqdur, bu çoxluqdan alt çoxluq qrup, alt çoxluq anlayışları artıq yarandı, tutalım ki, alt çoxluq anlayışları. Və tutalım deyirəm ki, biri var çoxluğu bütövlükdə götür, biri də var deyirəm ki, çoxluqların elementlərini ayır. Tutalım, cəm şəkildə bir belə çoxluğun var, içərisində müxtəlif əşyalar var. Bunu bütöv götürəcəksiniz. Çünki burada müxtəlif oyuncaqlar da var, legolar da var, konstruktor müxtəlif, yəni hər cürə, yəni belə deyək də oyuncaq var. Amma elementlərini ayır deyəndə artıq neyniyəcəksiniz? Elementlərinə görə əşyalar. Tutalım deyirəm ki, uşaqlar, bu cəm halda olan çoxluqlardan gəlin topları ayıraq. Gəlin tutalım legoları ayıraq, gəlin gəlinciyi ayıraq və s.
və təbii ki, elementləri ayırıb elementləri adlarına görə sadalamaq və yaxud da ümumiləşdirmək. Adlar məsəl üçün deyim ki, uşaqlar bu çoxluqlardan neçə topları götürün. Uşaqlar artıq çıxartdılar bir qrup toplar. Məsəl üçün bir qrup digər əşyalar. Və bu da artıq elementlərinə görə adlandırmaq, sıralamaq, nizamlamaq, artıq anlayışları formalaşır ki, miqdara görə də müqayisə etmək. Məsəl üçün bir qrup element alt çoxluğu ayırıb onların miqdarına görə müqayisə eləyirsiniz və yaxud da hansı bərabərdir, bərabər formada çoxluqlar düzəldirsiniz. Yəni bu belə deyək də əsas məsələ burada təbii ki, uşağın nitqi də inkişaf edir. Çünki lüğətində uşaqlarda biz daha çox miqdar təsəvvürü, çoxluqlarla iş miqdar təsəvvürü formalaşdırdığı üçün daha çox, az, məsəl üçün bir dənədir bundan. Tutalım oyuncaq maşınından səndə neçə dənədir? Məsəl üçün uşaq belə tək götürür, deyir bir dənədir. Halbuki burada say fəaliyyəti yoxdur. Sadəcə olaraq məsəl üçün bir dənə var və yaxud da səndə varmı maşından? Yox, məndə heç yoxdur. Yəni 0, heç yox. Amma burada yenə də biz say fəaliyyəti formalaşdırmırıq. Sadəcə var, yox mənasında, bir də təkdimi və yaxud da səndə də varmı və yaxud da azdımı, çoxdurmu kimi anlayışlar formalaşdırırıq. Yəni və yaxud da eyni saydadırmı, eyni bərabərmi? Uşaq baxır, görür ki, bunda da eyni formadır, amma daha saymır ki, məsəl üçün onda 5-dir, məndə 5-dir və yaxud da onda 3-dür, məndə 10-dur. Bu kimi. Aha. Yəni müqayisə olanda tutan çoxluğu bir-birinin üzərinə qoyaraq artırma, yanaşı qoyaraq və yəni artırma, azaltma kimi funksiyalarda biz sırf yəni əşyalarla işləyirik. Burada yəni say fəaliyyəti yoxdur ki, beynimizi qarışdırsın. Aha, məsələn, hətta burada deyirik ki, praktik fəaliyyət zamanı uşaqlarda miqdar dəyişkənlikləri, məsələn, miqdar nə zaman dəyişə bilər əşyalar üzərində? Tutalım, deyirəm ki, uşaqlar, burada əşyalar tutalım nə qədərdir, məsələn? Oyuncaq legolar nə qədərdir? Necə bilək ki, bizdə bərabərdir, tutalım, bərabər saydadır. Aha, bir qrup götürürsən, məsəl üçün bir qrup götürdüm, çox götürdün, yerdə az qaldı və yaxud da az götürdün, yerdə çox qaldı. Aha, artıq olan tutalım ki, legoları da götür. Yəni bu kimi ifadələrlə uşaq artıq şifahi şəkildə, praktik olaraq bu tapşırıqların öhdəsindən gələ bilirlər. Mütləq şəkildə əyanilik vacibdir. Çünki əyani olaraq biz miqdar təsəvvürləri sırf konkret olaraq əşyalar üzərində işlədiyimiz üçün uşaqlarda əyani vizual öyrənmənin təminatı, məsəl üçün az, çox, bir dənə, məsəl üçün heç yoxdur və yaxud da azını götür, çoxu qaldı, çoxunu götür, azı qaldı və s. kimi ifadələrlə biz nə edirik? Miqdar münasibətlərini oyuncaqlarla artıq biz fəaliyyəti həyata keçiririk. Çünki bu dövrdə biz bu miqdar təsəvvürləri formalaşdırmasaq, uşaqlarda artıq səhv fəaliyyətinə biz keçid aparırıq deyə və varisliyi yəni bu cür götürülür. Məsələn, baxın, burada əşyaları görürsünüz, deyir ki, əlamətlərə görə, əşyaları bir neçə əlamətlərinə görə qruplaşdırmaq. Bax, deyirəm ki, əşyanı tap, seç və adlandır. Məsəl üçün, burada tutalım alma, burada armud, müxtəlif formada olan meyvələr verilir. Uşaq artıq meyvəni tanıyan uşaq biləcək ki, hansı formada mən tutalım çiyələyi tapmalıyam, almanı tapmalıyam. 2 və 3 və daha artıq əlamətə görə, rənginə görə qruplaşdırmaq, formasına görə qruplaşdırmaq, ölçüsünə görə qruplaşdırmaq, böyük, kiçik həcminə görə qruplaşdırmaq. Yəni bu kimi ki, biz müqayisə edirik. Əsas da biz burada nə edirik? Şəkillər üzərinə. Məsəl üçün, uşaqda nə edir? Çoxluqların bərabər səviyyədə şəkillərlə, əşyalarla ümumiyyətlə əyani şəkildə göstərilərək, yəni elementlər mütləq şəkildə. Çünki əyani olaraq biz bunu izah etməsək qeyri-mümkündür, yəni. Hətta görürsünüz ki, yəni əyani resurslar vasitəsilə daha sonra ilk öncə şəkilli illüstrasiyalar, daha sonra artıq həndəsi fiqurlardan, oyuncaqlardan istifadə edirik. Bir də yanaşı qoyma üsulunu, üst-üstə qoyma üsulunu bildik. Yanaşı qoyma üsulu da ki, məsəl üçün biz tutalım deyirik ki, bir təsvirdə yuxarı hissədə əşyanın təsviri verilir, digər hissədə aşağı hissə boş olur. Məsəl üçün deyirəm ki, yanına qoymaq üçün hansı əşyalar? Mənaca yaxın olan əşyalar tutalım, yanına qoyuruq. Yanaşı qoyma üsulunda çoxluqların.
Məsəl üçün deyirəm ki, kartlara uyğun şəkildə uyğunluq təyin edilir və aşağı boş hissə artıq sürüşdürülür. Məsələn, yuxarı zolağa baxın, burada da qeyd olunur, göbələklər düzülür. Məsələn, situasiyalar verir ki, göbələyin üzərinə yarpaqlar töküldü. Göbələklərin üzərinə yarpaqlar töküldü. Artıq bu üzərinə tökülən yarpaqları uşaqlar neynir? Yanaşı olaraq qoyur və onların bərabər olub-olmaması aydınlaşdırır ki, tutalım, burada yarpaqla göbələk bərabərdirmi? Azdırmı, çoxdurmu? Daha durub saymır neçə göbələk var, neçə yarpaq var məsələn. Bəli. Məsəl üçün cüt verə bilərəm və yaxud da əşyaları oxlarla birləşdirərək qruplar arasında bərabərlik və bərabərsizlik münasibətini təyin edə bilərəm. Məsəl üçün, bir göbələyə bir yarpaq. Məsələn, burada alta da verə bilərəm şəkil üzrə. Məsəl üçün, hər göbələyin qarşısında uşaqlar hansı göbələyə yarpaq çatmadı məsələn. Artıq uşaq orada bildirir ki, tutalım müəllimə, bu hər birində bərabərdir. Uşaq bildirir ki, hər birində bərabərdir. Hansına çatdı, hansına çatmadı, hansında az oldu, hansında çox oldu. Yəni, sırf əşyalar olaraq vizual öyrənmənin təminatı verilir. Aha. Yenə də deyirəm, yəni ədəddən əvvəlki dövrdə daha çox vizual, şifahi təlimat da var, təbii ki, vacibdir, amma daha çox uşaqlar görərək əşyalar üzərində çoxluqlarla, yəni manipulyasiyalar etdiyi üçün ona görə də biz bu əyani praktik fəaliyyəti sözlə, yəni qarşılıqlı sözlə öyrədirik. Şifahi, görürsünüz, həm əyani, həm şifahi, həm praktik metod önəmlidir. Birinci əyanilikdir, daha sonra şifahi və praktik metod əsasında biz miqdar təsəvvürləri, çoxluqların, belə deyək də, müqayisəsini biz həyata keçirmiş oluruq. Bu qədər. Növbətidə artıq say fəaliyyətə keçəcək. Say fəaliyyəti daha genişdir. Bu qədər müəllimlər. Buyurun, sualınız varmı? Buyurun. O qədər aydın başa